Salam hörmətli izləyicilər, yeni bir videoyla yenidən qarşınızdayıq. Bu videoda sizlərə dövlət tərəfindən vətəndaşlara bayram münasibəti ilə verilə biləcək bayram pulu və ərzaq yardımı haqqında ən son məlumatları təqdim edəcəyik. Hansı ailələr bu yardımdan yararlana biləcək? Bayram pulu kimlərə verilə bilər? Ərzaq yardımı necə alınır və nə vaxt veriləcək? Bütün bu sualların cavabını videomuzda ətraflı şəkildə izah edəcəyik. Amma videoyu keçməzdən əvvəl sizdən kiçik bir xahişimiz var. Videonu bəyənməyi unutmayın ki, daha çox insan bu məlumatlardan xəbərdar olsun. Eyni zamanda kanalımıza abunə olun və bildiriş zəngini aktiv edin ki, yeni videolar paylaşdığımız zaman sizə dərhal xəbər gəlsin. İndi isə keçək əsas mövzuya. Hörmətli izləyicilər, Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə bayram münasibəti ilə bir dəfəlik pul yardımı və ərzaq yardımı verilməsi gözlənilir. Xatırladaq ki, buna bənzər yardım ötən ilin dekabr ayında da verilmişdi. Prezidentin sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində bir dəfəlik yardım ödənilmişdi. Bu il isə Novruz bayramı və Ramazan bayramı tarixlərinin yaxın düşməsi səbəbindən yenidən belə bir yardımın verilməsi ehtimalı yüksəkdir. Lakin bunun üçün Prezidentin rəsmi sərəncamı lazımdır və yaxın günlərdə bu barədə qərarın veriləcəyi gözlənilir. Hörmətli izləyicilər, qeyd edək ki, ərzaq yardımı isə demək olar ki, hər bayram ərəfəsində aztəminatlı ailələrə təqdim olunur. Ərzaq yardımını almaq üçün rayonlarda yaşayan vətəndaşlar öz rayonlarının sosial müdafiə qurumlarına müraciət edə bilər. Bakı və digər böyük şəhərlərdə yaşayanlar isə sosial xidmət mərkəzlərinin filiallarına yaxınlaşa bilərlər. Hazırda məlumatlara görə bir dəfəlik bayram pulunun verilməsi ilə bağlı qərarın 10 martdan sonra açıqlanacağı gözlənilir. Əgər sərəncam imzalansa, yardımın məbləğinin yenə də təxminən 200 manat olacağı ehtimal edilir. Eyni zamanda qeyd edim ki, bayramla əlaqədar olaraq dövlət ödənişlərinin qrafikində də dəyişiklik edilib. Normalda ünvanlı dövlət sosial yardımı və bəzi sosial ödənişlər ayın 25-28-i arası ödənilirdi. Lakin bayram səbəbilə bu ay ödənişlər daha erkən tarixdə veriləcək. Məlumatlara görə pensiyalar mart ayının əvvəllərində ödənilir. Sosial müavinətlər və ünvanlı dövlət sosial yardımı isə təxminən martın 13-15-i aralığında vətəndaşların bank kartlarına köçürüləcək. Əgər bayram pulu ilə bağlı Prezident sərəncam imzalasa, həmin ödənişlərin də bu tarixlərdən sonra verilməsi gözlənilir. Hörmətli izləyicilər, sosial yardımlarla bağlı yeni qaydalarda da bəzi dəyişikliklər edilib. Bundan sonra bəzi ailələr sosial yardımı daha rahat ala biləcək, bəzi hallarda isə yeni şərtlər tətbiq olunacaq. Bu dəyişikliklərin nələr olduğu, hansı ailələrin daha asan sosial yardım ala biləcəyi barədə isə növbəti videomuzda ətraflı məlumat verəcəyik. Ona görə də kanalımıza mütləq abunə olun ki, yeni videoları qaçırmayasınız. Videonu izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun. Növbəti videolarda görüşənədək.